Qaraciyər bədənimizə ən lazımlı olan orqandır. Qaraciyər xəstələnərsə, zədələnərsə, demək olar ki, bütün orqanlar sıradan çıxa bilər. Ona görə də qaraciyəri qorumaq lazımdır. Qaraciyəri qorumaq üçün isə sizə indi 6 qida və yaxud da içki təqdim eləyəcəm. Birinci yerdə adi və əlçatan olmasına baxmayaraq su dayanır. Bədənimizdəki toksinləri çıxarır, eyni zamanda da qaraciyərimiz üçün çox faydalıdır. İkinci yerdə isə sarıkök gəlir. Sarıkökün tərkibində kurkumin maddəsi var. Bu maddə qaraciyərdə iltihabın azalmasına kömək eləyir. Üçüncü yerdə isə yaşıl çay gəlir. Yaşıl çay antioksidantlarla zəngindir. Qaraciyər yağlanmasının qarşısını alır. Dördüncü yerdə isə limonlu sudur. Xüsusən səhərlər ac qarnına içilən limonlu su öd axınını tənzimləyir, qaraciyərin öd istehsalını stimullaşdırır və nəticədə qaraciyərimiz rahat nəfəs ala bilir. Beşinci yerdə isə çuğundur gəlir. Çuğundurun tərkibində betain maddəsi var. Bu maddənin hesabına qaraciyərdən toksinləri atmağa kömək eləyir. Altıncı yerdə isə sarımsaq gəlir. Sarımsaq təbii antibiotikdir və ona görə də qaraciyərə də çox faydası var. Əgər sarımsağı yeyə bilmirsinizsə, ağzınızdan qoxu gəlməyindən qorxursunuzsa, onu kiçik hissələrə bölüb dərman kimi də ata bilərsiniz. Unutmayın ki, qaraciyərimiz səssiz bir orqandır. Hər hansı bir zədələnmə və yaxud da xəstəlik olduqda ağrı simptomu vermir. Ona görə də bu orqanın qayğısına həmişə qalmaq lazımdır ki, sonradan dərman atmağa ehtiyac olmasın.